Azərbaycan Respublikasının baş naziri Əli Əsədov hələ prezident administrasiyasında şöbə müdürü vəzifəsində çalışarkən adı biznes məsələlərində hallanan məmurlardan biri olub. Onun öz səlahiyyətlərini necə icra etməsi, yəni peşəkar fəaliyyəti başqa məqalənin mövzusudur. Lakin bu fəaliyyətin praktiki nəticəsi yaratdığı biznes imperiyası artıq söz deməyə yer qoymur. Məsələn, Bakının ən görkəmli və bahalı yerlərindən biri, Bayraq meydanı ilə üzbəyüz Əli Əsədova məxsus olduğu bildirilən manqal restoranı ölçüsü təmtərağı ilə diqqəti cəlb etməyə bilməz. Elə manqal restoranının yanındakı Beer Hall da manqaldan geri qalmır və paytaxtın ən görkəmli ərazisində yerləşən məişət iaşə obyektidir. Əlbəttə, bu obyektlərin qiymətinin dəyərləndirilməsi ekspert işidir. Ancaq Azərbaycanın əmlak bazarı ilə az-çox tanış olan hər bir şəxs onların hər birinin qiymətinin milyonlarla ölçüldüyünü deyə bilər. Zaqulbada yerləşən digər manqal restoranı isə populyar yaşayış məntəqəsinin düz mərkəzində yerləşir və böyük zal, kabinetlər, şadlıq sarayından ibarət böyük bir kompleksdir. Bibi Heybət də məscidin arxasındakı küçədə yerləşən Nar Şərab restoranı çoxlarının sevimli məkanıdır. Ancaq çoxmərtəbəli restoran, otel və dənizə çıxışı olan geniş həyət hissəsini birləşdirən bu böyük kompleksin baş nazirə məxsus olduğunu bir o qədər də çox adam bilmir. Eyni zamanda Nar Şərab restoranının yanında Sapphire otelinin, Bayılda manqal restoranı ilə bir sırada olan Ocaqbaşı restoranının da baş nazirə məxsus olduğu deyilir. Bütün bunları əldə etmək üçün hətta ümumi standartlar baxımından çox böyük görünən baş nazirin əmək haqqı təbii ki yetməz. Ancaq siyahı bununla bitmir və hətta aşağıda göstərilən obyektlərin siyahısı belə Əli Əsədovun biznes imperiyasını əhatə etmir. 1. Səbail rayonu Q. Abbasov 33 ünvanda 4+ mansard mərtəbəli ofis binası. 2. Xətai rayonu Ayaz İsmailov küçəsi 12-də qeyri-yaşayış binası. 3. Yasamal rayonunda sifarişçisi Alliance Development MTK-sı olan yaşayış binası. 4. Səbail rayonunda sifarişçisi Rahat Həyat MTK-sı olan yaşayış binası. 5. Sabunçu rayonunda sifarişçisi Çay Çəkici ASC olan yaşayış kompleksi. 6. Qaradağ rayonunda Remta Servis. 7. Bayılda Dəniz Mola üzbəyüz 3 möhtəşəm mərtəbəli tikili. Məlumata görə, burada əmlakın 1 kvadrat metri 17.000 AZN təşkil edir. Mənbə: Qafqazinfo.az